Merhabalar, salam əziz qardaşlar. Rəbb İsa Məsih bu günümüzə xeyir dua versin. Deməli, mənim bir vaazım var, bir vaaz hazırlamışam. Vaazımın adı belədir. Bunu İsa Məsih sual verir. Sağalmaq istəyirsənmi? Yahyənin müjdəsi 5-ci fəsildən bir neçə ayələri oxuyacağam. Bu hadisələrdən sonra Yahudilərin bir bayramı oldu. Və İsa Yerusəlimə getdi. Yerusəlimdəki qoyun darvazasının yanında İbranicə Betxasta adlanan 5 eyvanlı bir hovuz var. Bu eyvanlarda çoxlu xəstə, kör, topal və iflic adam yatırdı. 38 il xəstə olan bir adam da orada idi. İsa onun yatdığını görəndə, çoxdan xəstə olduğunu bilərək ondan soruşdu. Sağalmaq istəyirsənmi? Xəstə ona cavab verdi. Ağa, yanımda bir adam yoxdur ki, su çalxalanan zaman məni hovuza salsın. Mən çatınca, başqası məndən əvvəl oraya enir. İsa ona dedi, qalx, döşəyini götür və yeri. O adam həmin anda sağaldı və döşəyini götürüb yeridi. O gün şənbə günü idi. Amin. Əziz bacılarım, qardaşlarım, Yahya müjdəsinə baxanda görürük ki, ondan bir neçə vaxt əvvəl İsa Məsih Yerusəlimə gəlir, Pasxa bayramı olur və İsa Məsih bayramda olur. Və üstündən bir müddət keçəndən sonra İsa Məsih yenə Yerusəlimə gəlir. Yerusəlimə gələndə amma bu səfər o məbədə yox, gəlir Betxasta adlanan bir hovuzun yanına. Betxasta sözü hərfi mənada mərhəmət evi deməkdir. Gəlir həmən hovuzun yanına və baxır görür ki, çox sayda orada xəstələr var. Və yazılıb ki, İsa Məsih orada bir nəfərə yaxınlaşdı. O, 38 il idi ki, xəstə idi. Təsəvvür edirsiniz, 38 il xəstə olmaq nə deməkdir? Adam adicə biraz başı ağrıyır, canı ağrıyır. Bir neçə gün biraz narahat olanda çox böyük əzab çəkir. Amma bu insan 38 il idi ki, sağalmağı üçün gözləyirdi. O hovuzun yanındaydı. Bilirsiniz niyə? Orada mələk gəlirdi, o hovuzu çalxalayırdı suyu və kim ora birinci girərdisə, o sağalardı. O bu ümidlə neçə il idi orada hovuzun yanında gözləyirdi ki, bəlkə mən də nə vaxtsa bir gün o hovuza girərəm, o suya girərəm və sağalaram. Amma bilirsiniz nə baş verdi? Bir gün ora İsa Məsih gəldi. Bir gün İsa Məsih özü onun yanına gəldi və ona bu sualı verdi. Sağalmaq istəyirsən? Əziz bacılarım, qardaşlarım, bu gün də İsa Məsih aramızdadır, buradadır. O bilir hansımızın hansı xəstəliyi var. O bilir hansımız neçə ildə hansı xəstəliyə tutulmuşaq. Adam var ki, paxıl da azad ola bilmir. Adam var ki, mühakimə eləyir, azad ola bilmir. Bunlar hamısı xəstəlikdir. Adam var, dalca danışır, azad ola bilmir. Bu xəstəliklə illərdir yaşayır, gücü çatmır. Amma İsa Məsih bugün sənə şəfa verəcəkdir. Bugün İsa Məsih bizə şəfa verəcəkdir. Çünki onun sözündədir həyat, şəfa, sağlamlıq. İsa Məsih o insana yaxınlaşır. Yaxınlaşır ki, o insanı sağaltsın. Bilirsiniz, əziz bacılarım, qardaşlarım, bir çox xəstəliklər də var ki, onlar bəzən insanı kimsəsiz qoyur. Elə bir xasiyyətimiz olur ki, hətta öz yaxınlarımız belə bizlə ünsiyyətdə olmaq istəmir. Ailəmiz belə, uşağımız belə bizim o pis xasiyyətimizə, davranışımıza görə bizlə olmaq istəmir. Adam da var ki, mən görmüşəm, eşitmişəm də hətta belə xəstəsi olur, ona baxmaqdan yorulur, canı boğazına yığılır. Hətta deyir ki, bu ölsəydi canım qutarardı. Bax, belə şeylər də var həyatda. Amma bizim həyatımızda bəzən elə xəstəliklər də olur ki, biz imanlarıq. İsa Məsih bizi sağaldır, şəfa verir. Amma baxmayaraq ki, biz sağalırıq, bəzən görsən ki, ürəyimizdə hansısa bütlər yaşayır. Deməli, keçən həftə başıma gələn bir şeyi danışım sizə. Toplantının sonunda baxdım ki, burada bir qardaş kitab yığır, jurnal yığır və biz ona
Fəxrəddin qardaşla kömək elədik ki, başqa kitablar da istəyirdi, ona verək. Və sonra bu insanın o qədər kitablar oldu, yığmağa da bizdən bir korobka istədi, verdik. Və bilirsiniz o insan neynədi? Pianinanın üstündəki kitabların üstünə qoydu korobkanı ki, ora yığsın. Mən dedim, ay qardaş, neynirsən sən? Bu korobkanı aşağı qoy ki, rahat yığasan. Dedi, yox, o oturacağın üstündə qırmızı rəng var. Mən ora qoymaram onu. Dedim, nə danışırsan sən? Sən imanlısan, yoxsa bütpərəstsən? Allahın sözü bizi bütlərdən azad eləyir. Deyir, yox, bilirsən nə var? İsa Məsih mənə açıb ki, Vəh kitabında bir qadın var, onun paltarı qırmızı rəngdədir. Qırmızı rəng günahdır. Mən nə qırmızı geyinirəm, nə qırmızının üstündə otururam, nə də ona toxunuram. Dəhşətə gəldim. Mən birdən olur ki, qırmızı kofta geyinirəm. Dedim, yaxşı ki, geyinməmişəm. Bu mənə heç salam da verməzdi. Rəşadla biz həmişə qırmızı kofta geyinirik. Həqiqətən məni təəccüb bürüdü. Mən ona sual verdim. Dedim, qardaş, sən imanlısan? Dedim, mən 33 ildir imanlıyam. Dedim, nə danışırsan? Axı Allahın sözü insanı təmizləyir, bütlərdən azad eləyir. Bu bütdür. Belə şeyə inanma. Mənə qayıdıb deyir ki, mənlə mübahisə eləmə, mübahisə iblisdəndir. Dedim, sənin ürəyindəki bu fikir iblisdəndir. Çünki bir çox insanlar o şeylərə inanırlar və pis günə qalırlar. Bizə Allahın kəlamına inanmaq lazım deyə, öz ağlımıza gələn fikir düşüncələrə yox. Və İsa Məsih o insana bu sözü deyir. Deyir, sağalmaq istəyirsənsə, qalx, döşəyini götür və yeri. Əziz bacılarım, qardaşlarım, 38 il bir yerdə yatan, çöldə yaşayan, kimsəsiz olan insan bir anın içində ayağa qalxır. Çünki İsa Məsih ona şəfa verir. İsa Məsih onu tək sağaltmadı. İsa Məsih onun ruhunu diriltdi. İsa Məsih ona əbədi həyat verdi. İsa tək onun o xəstəliyini götürmədi. Və mən sizə bir həqiqəti deyim. İsa onu sağaltmazdan əvvəl onun üzərində bütün günahları, bütün lənəti, bütün xəstəliyin öz üzərinə götürdü. Matta müjdəsi 8-ci fəsil 17-ci ayədə yazılıb ki, bizim xəstəliklərimizi o çəkdi. Naxoşluqlarımızı öz üzərinə götürdü. Bu insanın da İsa Məsih bütün xəstəliyin öz üzərinə götürdü. Baxmayaraq ki, o insan artıq atılmışdı. Neçə illər idi, heç kim yanında yox idi. Nə bir qohumu, nə bir dostu, nə bir qardaşı var idi. Amma görün Zəbur kitabında bizə Davud nə deyir? Deyir, ata, anam məni atsa belə, Rəbb məni qəbul edər. Kim bizi atsa da, əziz bacılarım, qardaşlarım, bir şeyi yadımızdan çıxartmayaq. Bizi sevən Allahımız var. Onun adı İsa Məsihdir. O bizi sevir, hamımızı sevir. Və bu insan, bilirsiniz neyin? İsa Məsihin sözünə görə döşəyini götürür və birbaşa yazılır ki, o ərəfələrdə bayram idi və birbaşa məbədə gedir. Bilirsiniz, bir çox insanlar onu görəndə, din alimləri, yahudilər görəndə, görürlər ki, bu insan döşəyini daşıyır və başlayırlar ona bu sözü deməyə ki, sən niyə bu döşəyi daşıyırsan? Sənə kim deyib? Baxı, bugün olmaz döşək daşımaq. Bilirsiniz o insan nə deyir? Deyir, məni sağaldan adam mənə bu sözü dedi. O insanlar onun sağalmasına fikir vermirlər. Onlar üçün maraqlı olmur ki, axı bu insan yazıq idi, neçə illər idi, xəstə idi. O sağalıbdır. Rəbb ona mərhəmət göstəribdir. Bizim də həyatımızda olur. Rəbb bizi sağaldır, Rəbb bizi azad eləyir. Amma insanlar buna inanmır. Bəzən bizdə hansısa səhv axtarırlar. Mən birinə deyəndə ki, İsa məni sağaldıbdır, buna inanmır. Amma desəm ki, dünyanın o başında bir ağac var, ged ora bir əski bağla, həmən pul tapar, gedər ora, bir əski bağlayar, gələr ki, onun arzusu yerinə yetsin. Onun arzu istəyi icra olsun. Amma İsa Məsih görün neynədir? Gəldi məbədə və həmən insanı tapdı. Və bilirsiniz ona nə dedi? Ona dedi ki, bax sən sağaldın. Bir daha günah etmə ki, başına pis iş gəlməsin. Əziz bacılarım, qardaşlarım, biz İsa Məsihə iman eləmişik. Rəbb bizi dünyadan çıxardıb,
bütlərimizdən təmizləyib, bizi azad eləyib, bizə öz sözün verib, müqəddəs ruhun verib. Düzdürmü? Amma biz yenidən qayıdıb günah ediriksə, öz başımıza bəla gətirə bilərik. Öz başımıza, bax burada yazılan ağrı, acı, zülümləri, əzabları gətirə bilərik. Rəbb bizə xəbərdarlıq eləyir ki, günah etməyək. İsa Məsih deyəndə ki, günah etmə, bu onu demək istəyirdi ki, özün kimi yaşama, öz düşündüyün kimi yaşama, Rəbb deyən kimi yaşa, Allahın qayda qanunlarında yaşa. Bəlkə bir çoxumuz günahın nə olduğunu bilmirik. Günah Allahın əmrin, qayda qanunun pozmaq deməkdir. Bax, biz pozduğumuza görə, öz istədiyimiz kimi yaşadığımıza görə üzərimizə lənət gəlir. Amma görün qanun kitabında 27-ci fəsil 26-cı ayədə Rəbb Musa vasitəsilə bizə nə deyir? Deyir, bu qanunun sözlərini əməldə təsdiq etməyənə lənət olsun. Xalq deyir ki, bütün xalq deyir amin. Görün biz öz ağzımızla bəzən nəyə qərar veririk ki, ya Rəbb, biz sən dediyin kimi yaşayacağıq, amma başlayırıq öz istədiyimiz kimi yaşamağa. Və buna görə də üzərimizə bir çox bəlalar gəlir, lənət gəlir, ağrı gəlir, acı gəlir, xəstəlik gəlir, zülüm gəlir, əzab gəlir. Bəs yaxşı, bizi bunlardan kim xilas eləyə bilər? Bizə elə bir şəxs lazımdır ki, o bütün bu şeyləri bizim üzərimizdən götürsün. Qalatalılara məktub 3-cü fəsil 13-cü ayədə yazılıb ki, Məsih bizim uğurumuzda lənətlənərək bizi qanunun lənətindən satın aldı. Çünki yazılıb, ağacdan asılan hər kəsə lənət olsun. Məsih bizə görə lənət qazandı. Məsih bizə görə ağaca asıldı. Məsih bizə görə öldü. Bizə bərayət qazanmaq üçün 3-cü gün dirildi. Əgər kimsə İsa Məsihi həyatına qəbul etmək istəyirsə, bugün qardaşım danışacaqdır. Onun üçün şans olacaq ki, İsa Məsihi həyatına qəbul eləsin və İsa Məsih onu diriltsin. İsa Məsih o insanla tək görüşüb onu sağaltmadı. İsa onun ruhun xilas elədi. İsa Məsih ona əbədi həyat verdi. Və eləcə də bugün də bax o mərhəmət evi buradır. İsa Məsih bugün buradadır ki, bizə şəfa versin. İsa Məsih bizi sağaltsın. Sağaltsın ki, bizim hər birimizin sonunda onun yanında yerimiz olsun ki, əbədi yaşayaq. Qoy Rəbb xeyir dua versin hər birimizə.